Bakının Yasamal rayonunda səs-küy salınmaqda ittiham olunan reper Elşad Əliyev həbs edilib. Telegrafın xəbərinə görə 2026-cı il yanvarın 3-də Elşad Yasamal rayon sakini Şıxali Qurbanov küçəsində saat 11:35 radələrində ictimai yerdə ünvansız nalayiq ifadələr işlədib. Polis əməkdaşları tərəfindən intizama dəvət olunsa da, o qanun tələblərinə tabe olmayıb. Reper Yasamal rayon polis idarəsinin 27-ci polis şöbəsinə gətirilib. O izahatında sosial şəbəkədə paylaşdığı qısa video çarxda qeyri-etik ifadə işlətdiyini, həmin videonun Vine xarakterli olduğunu bildirib. Peşman olduğunu qeyd edərək ədalətli qərar qəbul edilməsini xahiş edib. Yasamal rayon məhkəməsinin qərarı ilə Elşad Xose İnzibati Xətalar Məcəlləsinin 510 xırda xulqanlıq və 535.1 polisin qanun tələbinə tabe olmamaq maddəsi ilə təqsirli bilinib. O, 15 gün müddətinə inzibati qaydada həbs edilib. Elşad Xose bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayətində cəzasının yüngülləşdirilməsini, yəni həbsdən azad olunmasını istəyib. Şikayətə hakim Zamin İbrahimovun sədrliyi ilə baxılıb və təmin edilməyib. Bundan başqa, Azərbaycan Dövlət Film Fondunun bioqraf vəzifəsində işləyən Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Cavid İbrahimov da həbs edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xulqanlıq və 535.1-ci polisin qanun tələbinə tabe olmama maddəsi ilə ittiham elan edilib. Cavid İbrahimov yanvarın 6-sında saat 09:15-də özünü şübhəli aparması ərazidə xidmət aparan polis əməkdaşının diqqətini çəkib. Bu səbəbdən həmin şəxsə yaxınlaşaraq ad və soy adı soruşulub. O, adını deməkdən imtina edib və söz mübahisəsi etməyə başlayıb. Şəxsiyyətinin müəyyən olunmasından ötürü o, polis şöbəsinə dəvət edilib. Həmin şəxs yüksək səslə ünvansız küçə söyüşləri söyməyə başlayıb və qəsdən polisin qanun tələbinə tabe olmayaraq naməlum istiqamətə gedib. Cavid İbrahimov inzibati ərazidə xidmət aparan polis əməkdaşlarının köməkçiliyi ilə saxlanılıb və 29-cu polis şöbəsinə gətirilib. İş üzrə izahat verən İbrahimov irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, yanvarın 5-də polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı onun yaşadığı həyətə gəliblər. Polis əməkdaşları görərək onlara avtomobilimə maddi ziyan dəyməsi barədə məlumat verdim və bunun araşdırılmasını xahiş etdim. Səhəri gün isə işə gedən zaman polis əməkdaşları yaxınlaşaraq məni polis şöbəsinə apardılar deyə o ifadəsində göstərib. O bildirib ki, polis əməkdaşının bütün tələblərinə tabe olub və səs-küy salmayıb. Yasamal rayon məhkəməsinin qərarı ilə İbrahimov bir ay müddətinə inzibati qaydada həbs edilib.